Salamlar, vaxtınız xeyir olsun əziz sport sevərlər. Qaraçuxur Avroliqada ayaq günün açılış maçıdır. Turun mərkəzi qarşıdurması Rauslar və Ağdaban Kəlbəcər komandaları qarşılaşır. Heyətlərlə sizləri tanış edir. Rauslar komandasının heyətləri belədir: 2 Ayaz, 15 Mili, 11 Azad, 12 Ramo, Qalçıper Vüsal, 99 Təmin, 7 Orxan, 10 Ramin, 17 Əbil. Ağdaban Kəlbəcər komandasının isə heyətləri belədir. Qapıda Seymur, Elmar, 17 Güvən, 8 Samil, 10 Muri, Samir, Ramin, Ünal və İlham. Ənəvi olaraq meydanda mübarizə aparır. Bənövşəyli formada Ağdaban Kəlbəcər, ağlı sarılı formada isə Rauslar komandası. Və belə ilə hakimin də start stili səsləndirilir. Uğurlar arzu edirik. Hər iki komandalara bu mərkəzi qarşıdurmada bol qollu bir maç diləyirik bir daha. Vüsal sağına diagonal ötürmə bir istiqamətində top meydanı tərk edir. Out. Yan xəttdən kapitan Muri top oyuna daxil edir. Seymur, yenidən Muri. Hava ötürmə sağına Samir. Yeniden Seymur. Ve out. Ayaz. Sal. Seymur'a geldi top. Elmar. Seymur. Top meydanda qalır. Türməsəl meydan sahasına çatmadı. Muri. Muri, Elmar. Sami çatdıra bilmir özünü. Elmar. Blok qoydu zərbəyə. Out. Güvən. Elmar solcuna. Güvən. Cəyəqan ötürmə keçmir. Azad. Ayaz. Sağza. Əbil. Ötürməsinə blok qoyuldu. Təxmin geriyə çəkilir. Altı yolanda top. Güvən. Muri. Samil. İstədiyi kimi qəbul edə bilmək topu. Güvən. Güvənin zərbəsini öz komanda yoldaşı blok qoyur. Azad. Altı yollandı top. Hava ötürməsi ünvansız ötürmə meydanı tərk elədi. Gün zərbəsi. İti bucaqdan Saminin zərbəsi qüvvətdə almışdı, lakin Vüsal sayıqdı. Qapısında Muri. Seymur. Samir. Teş toxmuşdu ötürməsinə meydan tərk elədi. Vüsal.
Ramin. Boşluğa axtar ötürüm etməsi qapısı ilə oynandı yanda. İndən Vüsal. Ramin. Bir daha Vüsal. Ramin. Vüsal. Hava ötürməsi çox yüksək tanınır. Cihakan ötürmə azad imkan vermədilər Ramin etməsinə topu. Elmar. Güvən. Samir uzaqlaşdıra bilmədi. Ayaz. Bir qüvvətli zərbə çərçivədən yan keçdi. Mori faydalar çərçivəsində müdaxilə etdi. Samildən top meydanı tərk edir. Out. Ramin. Son toxunuş Muri'dən 2-10 nömrənin mübarizəsini izlədiyi var arada. Gəlişin ayazdan zərbə qüvvətli, lakin top çərçivənin üzərindən keçir. Seymur qapdan zərbə ilə top oyuna daxil edir. Samir. Paralel ötürmə Güvən. Və Məmmədovdan Elmara top gəldi. Yenidən Güvən. Samir. Ötürmələri yaxşı alınır elə ki, Adaman Kəlbəcərdə və blok gəldi zərbəyə Raminən. Samir zərbə çərçivədən yan keçdi. Samil. Güvən Məmmədov. Bitirmədilər topa. Samir. Samir. Nə olub Samirə bugün? Samil. Samil'in zərbəsi. Top çərçivədən yan keçir. Time out ayrılar bir qədər. Time out yekunlaşdı. İndi oyuna davam. Ramin top bitirir. Bir sığortaladı ona. Güvən Məmmədovun təzyiqi amansızdır. Məmmədov. Təxmin. Əbil. Top. İkisi baş verdi ama yox. Yenidən top Rauslarda da. Seymur top qəbuluna bir qədər səhvə yol verir. Azad. Out. Daha bir qüvvətli zərbə Ramindən, amma yaxın güc bağlanır. Oy oy oy, Ramin. Bu zərbə isə çərçivənin azacıq yanından keçdi. Ayaz, təxmin.
Təxmin və gol! Azad! Qarşısına düşən bu topa qapı tirindən sonra tora qavuşdurar. Amma ilk zərbə nə zərbə idi, nə zərbə idi. Seymour refleksi göstərsə belə, amma qaydan topun qarşısına ala bilmədi. Məmmədov. Elmar. Out. Tümə qarşılanır. Mori. Alta yolladı topu. Əpil. Ayaz. Atdı önünə. İti uzaqda. Oy, dirəyin yaxınlığına ötürmə etmişdi uzaq dirəyə. Amma fərqlənə bilmədilər. Güvən Məmmədov. Topu hücum davam edəcək. Ataban Kəlbəcərdən. Məmmədov. Out. Azad. Azad. Qarşısını alır Muriye. Haydi Daniye, bugün səndən gözləntilər var Alveş. Muriye. İlham. Ötürmə uğurla alınmır. Məmmədov, top itkisi var ondan. Buraya gəldi. Uzun ötürmə. Yaxın bana çatmadı. Ramin. Muri. Samir. Samir özlər pendirdə blok qoydular. Out. Edə Muri. Muri yaxın altılığa ilə gözəşdə bir zərbə indirmişdi. Lakin top çərçivədən azazıq fərqləyən kəsdi. Sağdan ünvansız ötürmə altı yollanır. Muri. Güvən Məmmədov. Paralel şəkildə ötürmə İlham. Güvən. Məmmədov. Fəllon etirazlar var və hakim penalti. Penalti təyin eləyir. 50 oyun. 50 oyun qeyd alınır. Etirazlar var. Etirazlar var hakimə. Yəqin ki vara baxılacaq. Bəli. Ara baxılar. Vara baxıldı və penalti qərarı dəyişmədi. Güvən Məmmədov topun gerisindədir. Üstal və Güvən qarşıdurması filsəsləndirilir. Məmmədov. Güvən Məmmədov. 1-1. Tarazlı qolu gəlir Məmmədovdan. Hesab bərabərləşdi. Ağdavan Kəlbəcər tarazlığı bərpa edir. Bu qol olmazsa ki, intriqanı və marağı tempi əməli başda artıracaq. Oy, əbil. Nə oldu bir anlıq? Elmar. İlham. İlham büdrədi bir an. Və Elmar'a qarşı çobuzluq var Əbil tərəfindən. Özü də bildi. Özü də agah idi. Səsləndi və
Ramilin zərbəsi canlı sətdə toxunduqdan sonra meydanı tərk edir. Elmar. Out. Ramil. Geriyə çəkilir Seymur. Seymur. Riskli hərəkətlər edir. Elmar. Out. Və Mori, o nə səhvdir Mori. Heç görməyə alışmadığımız səhvlər. Ayaz, qarşısında Mori var. Amansız təzyiq var Mori'dən Ayaza qarşı. Elə bir maç gedir ki, bu yanvar ayının iləri o qışın oğlan çağında, bu oğlanların arasında elə bir oyun gedir bu qışın oğlan çağında. Nə qədər hava soyuq olsun, nə qədər şaxta olsun, boran olsun. Belə bir maç, belə bir oyunlar Qaraçuxur Avroliqada həqiqətən də qəlbimizi sindirir. Soyuğu bu şaxtanı hiss elətdirmi? Ramilin zərbəsi bir sal dəf etdi. Mori. Güvən. Elmar sağına. Ramil. Türmə. Güvən Məmmədov düşünmüşdü amma qapısı daha öncədən önə çıxmışdı. Vüsal. İlham qarşıladı. Ramilə gəlir top. Out. Mori. İsmət ötürmə, təxminə pressing var Güvəndən. Əbil. Ramil. Onun ötürməsi vaxtında qarşılayır. Mori. Tirir topu. Mori qüvvətli zərbə. Qapısı yerindədir Seymur. Yaxşı alındı təxminən buraya və indi out. Əbil. Tümə qarşı alındı. Elmar. Yox, qoydular zərbəyə. İndi Elmar daha bir zərbə. Toxunuş var rəqibdən. Gün zərbəsi yerinə yetiriləcək. Out. İlhamdan görüşünə zərbə və gol! Geri dönüş gəlir. Ağdavan Kəlbəcərdən 2-1. Güvən Məmmədov dubl imza atır. Sərt ötürməni. Cüzü yüngül toxunuşla, incə toxunuşla tora qovuşturdu. 2-1 edir hesabı mərkəzi qarşıdurmada. Qaban ötürməsi yaxşı aldı İlhama. İlham sıyrılır bir elmdən. Zərbə indirir. Məncə ötürmə daha təhlükəli alınardı. Cərmə meydançasından xaricinə bir ötürmə. Ramil idi səhv etməmsə zənnimcə orada boşluqdaydı. Güvən Məmmədov. Davam deyir. Elmar. Sağsına ötürmə keçmədi. Azad. Azad və Elmardan son anda blok gəlir zərbəyə. Mori, Ramil fırlandı, sağa sola baxdı, artıq Ayaz ondan top alır. Qapdan zərbə. Məmmədov. Mori. Güvən.
Güven ve gol! Güven bu oğlana güven! Oy oy oy! Bu dəfə sol ayağına işli olmayan sol ayağını işə salar. Xettirik gəlir Güven Məmmədovdan. Bəli, Ağdaban, güven bu oğlana. Məmmədov geri dönüş edirlər. Bu geri dönüşün adı Güven Məmmədovdur. Bu geri dönüşün adı Ağdaban Kəlbəcərdir. Yox. Geriyə çıxdı Seymur. Başla zərbə. Qaptan yan keçdi top. Rami. Güzel zərbə. Məkşi məvləsi Azad. Təhvil epizod və Seymur. Səd qurur qarşısında Azadan. Heç də azadlıq vermədi ona. Əbi. Sağ ol. Məmmədov. Rami. İlham. Azad. Rafi arxasına doğru ötürmə Ayaz. Qəbul edə bilmək topu. Uzun cəyəqən avı ötürməsi. Nuri. Və Nuriyə bilə qarşı Çobud oyunu marş elətdirdi. Təxmin yaxşı oldu. PlayStation konsolu ilə desə 4 buzaq X tam vaxtında, tam yerində. Sağ ol, riskli hərəkətlər. Hakim bir o qədər də inanmırdı özünə. Rami. Və belə ilə Hakim ilk hissənin də final fitini səsləndirir. İlk hissəni 3-1 hesabı ilə Ağdaban Kəlbəcərinin 3-1 üstünlüyü yekunlaşdırdı və Avstraliyadan mübarizədə qısa fasilədən sonra növbətdə görüşməklə hələlik. Bir daha vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq maçın ikinci hissəsi start götürür. İlk hissəni Ağdaban Kəlbəcərin geri dönüşlü 3-1 hesabı üstünlüyü yekunlaşdırdıq. Raustar komandası ilə mübarizədə baxaq görə ikinci hissədə Raustar hesabı ilk şahsan Rauslardan indi geri dönüş gələcək mi? Azad. Əbil. Ayazla oynadı. Sürətdən də Ayaz. Və Mori. Moridən yüngül toxmuş var. Təxminindən qüvvətli zərbə, İnal blok qoydu zərbəyə. Muri. Mərkəzdə İlham. Azad. Ramin. Sağsına təxmin. Davam edə bilmədi. Seymur uzaqlaşdırır. Sal.
meydanı tərk edir. Muri. Uzunca yaxın alır ötürməsi Ramil edə bilmədi topa. Elə yüksəkdən aldı onun üçün ötürmək. İlham. Ramil ondan topu aldı. Ayaz. 2 nəfərin atəsindədir. Out. Daban ötürməsi Ramil. Çox soyuqqanlıdır. Samir. Seymur, Muri. Samir, Seymur. Müdafiələrə ki, yaxşı paslaşırlar, amma təzyiq var. Samir. Top itirir. Eksi məmləsi Rauslar komandasına Ramin. Solsuna ötürmə. Təmin ötürmə gəldi və Muri. Kapitan. Gəmi asılan ateşi yayındırır gəmidən. Son anda kritik müdaxilə edir. Muri. Sağzına ötürmə Samir. Və Muri'dən teş toxmuşdu. Ötürmə İlhamın önünə doğru amma. Aynı oldular İlhama. Out. Muri. Və Samir. Bir daha Muri ilə oynadı. Ramil. Yanda İnal. Ramil. Sol uzunaqda Muri qəbul etdi. Yox, Ramili ilk öncə düşünmüşdü, amma Ramil geri qayıtmışdı. Sağ. Sağın ötürməsi. Toxnuş var. Toxnuş var, bəli. Gün zərbəsi. Əbil. Sağ. Uzun ötürmə İnal qarşıladı. Azad. Blok qoydu Azadın zərbəsinə. Azad. Və fal. İnal qaydanı pozub Azada qarşı. Ramil'i görürük topun gerisində. Yanında da təxmin var. 3 nəfərdən ibarət Cansət, İnal, Muri və Güvən səsləndirilir. Ramin. Ramin və gol! 3-2. Hesab fərqi minimala inir. Ayaz. Gəl Ayaz günləri gəlir. Bax o günlər gəlir. O gol gəlir. Minimal fərq yarandı. Seymur. Azaddan top meydanı tərk eləyir. Gol artıracaq. Yenə tempi artıracaq. Marağı artıracaq. Hətta sərtləşdirəcək məncə oyunu ola bir qədər. Əhsən Azad. Ayaz. Ayaz. Seymur. Yaxın küzdə qapını çırpır üzünə Ayazın. Təxmin. Qüvvətli zərbələr malik oyuncusudur təxmin. Əbil.
Təxmin. Üsal oynadı. Əbil. Uzun ötürməyə meydanı tərk edir. Samir top meydanı saxlaya bilmir. Out. Azad. Blok qoydular zərbəsinə. Güvən Məmmədov. Rami. Sağ sınaqla oynadı Ayaz. Və out. Ayaz. Azad. Mor uzalaşdırdı. Murray. Murray'ə təzyiq var. Top hələ özündə saxlayıb. Uğurladılar top ondan. Zərbə indirdi Seymur. Mükəmməl ayağa çıxdı Seymurdan. Daha bir out. Murray. Əksümə sıxıraqdan ön kəbəcər. Güvən Məmmədov. Məmmədov. Bir el gəldi ondan. Güvən. Zərbə mövqeyi axtardı. İmkan vermədilər. Uzaqlaşdırılır top. Out. Samir. Sağsına ötürmə Ramil qəbul etdi. Baxdı qapıya zərbə indirir Vüsal. Vüsal təhv edir bu qüvvətli zərbəni. Ünal. Seymur. Qalkıp öz həmkarına gəldi top. Əbilin ötürməsi kəsmir. Ramil yanında Elmar. Elmar'ın ötürməsi. Ramil. Ramil və Vüsal. Vüsal imkan vermədi. Daha bir zərbə Vüsaldan gözlər refleks. Əksüm əmləsi Rauslardan. Ayaz. Blok qoydular zərbəsində hücum davam edir. Yeni Ayaz. Hakim davam edir. Espri qayalaq bonsu yoxdur. Qalx ayağa. Qalx ayağa Ayaz. Keçməz mənə. Keçməz mənə deyir hakim belə simülyasiyalar. Hakimin fikri. Belədir təbii ki. Reaksiyaları belədir Ramil. Dirək. Buz. Buz duş yaşadır. Buz duş yaşadır Rauslara Ramil. Bu soyuq havada titrədir bir anlıq onların bədəninə. Orxan. Sağ son ötürmə out. Ramildən top meydanı tərk edib. Ünal. Davaşı güvəndi bu. Məmmədov Orxan ona qarşısını aldı. Orxan. Bir arzu olmaz fit cəhdi gəldi. Məmmədov. Davan ötürməsi Orxan vaxtına müdaxilə edir. Ramin. Azad. Ötürmə yaxşı alınmadı. Oy. Şo göstərin şovmenlər. Sərtləşdi oyun, sərtləşdi artıq. Fal. Məmmədov qaydana pozur Ayaza qarşı. Sen de paylaşarsın. Böyle çok güçlü oyun değil. Stresi azdı.
Ramin topun gerisində 2 nəfərdən ibarət canlı səhv var. Samiri də görürük. Onların gerisində canlı səhvin gerisində Ramin. Canlı səhvdən qayıtdı top. Səhvini Əbil. Kim saxlayır oyunu? Elmar qarın nahiyəsinə tuş gəldi top. Güvən Məmmədov ötürmək keçmir. Əbil. Solcuna. Hakim davam deyir. İtirazlar sərtləşir hakimə qarşı. Əksüm əmləsi Azad. Azad. Azad! 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 Azad ve gol! 3-3! Beraberliği gelir. Stad skolu gelir. Gemilerin sureti beraberleşir. 3-3! Başladığı kimi elə ki bitirir. Hesabı açtı indi de beraberleştirir. Etirazlar var deyəsən hakim. Vara müraciət olundu, bəli. Vara baxılacaq. Morin epizodu deyəsən. Və vara baxıldı. Gol ləğv olunmur. Qeyd alınır. 3-3. Maç yenidən başlayır. 57-ci gol gələcək mi yoxsa sülhlə bitəcək bu mərkəz qarşıdurma? Güvən. Cümə qeyrdə idi. Əbil geriyə çəkilir. Vüsal. Qaftan zərbə. Seymur solcuna. O top meydanı tərk edib out. Ayaz. Out. Azadın zərbəsi son anda Seymur, sonrasında isə Samir akrobatik şəkildə uzaqlaşdırıb topu. Elmar çəkildi. Güvən yaxşı gördü Samiri, amma Vüsal aman vermir. Bağlayır, qapını qıfıllayır. Güvən Məmmədov! Ay aman. Dəf edir Vüsal. Out. Ayaz. Eksim əmləsi. Azad sol sınafını irəliyir. Məmmədov var qarşısında. Azad. Daha doğrusu Ayaz dedim. Deyəsən səhv edilməsə Azad idi bu. İndi isə Ağdaban Kəlbəzərə gözləyirlər. Bravo Güvən. Bravo. Əhsən. Belə bir maçda, belə bir qarşı durmada 300 bərabərlikdə cümatçılım var, bax. Futbol təkcə idman növü deyil. Burada təkcə güc lazım deyil. Burada fiziki güc təkcə önəmli deyil. Burada insanlıq, bəli. İnsani keyfiyyətlər də rol oynuyor. Əşsüm əmləsi. Azad qapısında keçir. Daballa. Oy. Bu ne
baş verir. Neler neler neler. İlahi. 4-3. 4-3. O təkcə qapçını geridə qoymur. O təkcə qapçını geridə qoymur. Bütün hissləri geridə qoyur. Bütün hissləri geridə qoyur. Bütün düşüncələri geridə qoyur. Ancaq azadlıq fikirləşir. Qol fikirləşir. Və qol azadlığı gəlir. Yox, bu olmamalıydı. Bu olmamalıydı. Bax, hər kəs sakit idi. Hər kəs oyunu nümayiş elətdirirdi. Nə baş verdi? Qırmızı vərəqə irəliyə oyuna daxil olan kimi qırmızı vərəqələr cəzalandırıldı. Az öncəki epizoda görə azada qalırlar. Hesabda geridə olarkən bütünlüklə itirazçılara heç nə yoxdur. Ağdaban Kəlbəcərdən bütünlüklə hücum atılacaqlar. Ötürmə gəldi və gol! Gol! 4-4! Ramin çıxır səhnəyə. 4-4 olur hesab. Lazım idi sənə qışda Marojna. Lazım idi sənə bu maçda qırmızı vərəqə. Əncə də heç kimə lazım deyildi. Girit. Düzdən zərbə. Orhan şatı düzelt də. Sağ ol. Var qüvvəsi ilə irəliyə atır topu. Elmar. Uzun ötürmə. Güvən Məmmədov. Daha öncə çatdırır sol özünə. Mori. Mori'nin zərbəsinə. Raminə blok. Azad. Ayaz oynadı sol zata. Baxdı qapıya zərbə indirir. Yenə də çırpılır o qapı Seymur tərəfindən. Yenə o qapı bağlanır. Ozan zərbə. Təhlükəli qüvvətli lakin qeyri-dəqiqdir. Elmar. Ramin qarşıladı. Güvən Məmmədov. Yandı İlham. Yenə də Güvən sıyrıldı rəqibindən. Əbil tapanı ötürməsi yaxşı oldu. Mori yaxşı oxumuşdu ötürməni. Azad. Və Seymur var qüvvəsi ilə uzaqlaşdırır. Daha bir alt. Ayaz. Səhvə qeyzəydi. Məmmədov, Elmar. Yenə də Güvən, təhlükəli gəliblər. Güvən. Nə etdi orada? Elmar. Bir anlıq örümçək adama dönüşür Elmar. İlham. Uğursuz həmlə olur. Al. Ziyakan oturması olsun Azad. Mori uzaqlaşdırdı. Out. Ramin. Out. Nümansız ötürmə olur. Diagonal ötürmə. Quaresmalı xatırlatdı. Bu ötürmə ilə Mori. Düzdən zərbə. Gəldi qaydan top İlham. Taban ötürməsi keçmir. Güvən Məmmədov. Gol. 5-4.
Vay aman, vay aman. Bu maçın adına Güven Mehmedov koymaq lazımdır. Bu oyunun adını Güven koymaq lazımdır. Bu komanda her zaman güvene bilər. 5-4 yenə geri dönüş gəlir. Yenə geri dönüş gəlir. Ağdaban Kəlbəzərdən gəlir Ağdabanlılar. Və beləliklə hakim final fikrini səsləndirir. Bu mükəmməl maç, bu möhtəşəm maç məsələ hesab bu oyuna layiq bir hesab idi. 5-4 minimal fərqlə qalib gəlir. Ağdaban Kəlbəzər bu möhtəşəm maçdan Rauslara da bu gözəl oyuna görə təşəkkürüm bildirir və hər iki komandaya təşəkkürlərimizi bildiririk. Bu mükəmməl maçı, bu futbol həzzini yaşatdıqları üçün bugün bizə. Növbəti maçlarda görüşmək ümidi ilə. Sizlə mən idim, şəxsiniz Seydər Hüseynlə. Sağ olun, salamat qalın.